Hello, dear children. Salam, əziz uşaqlar. Unit 3, Lesson 4. 3-cü bölüm, 4-cü dərs. Word work, söz işi. Uşaqlar, 32-ci səhifənin üst hissəsində bizə 2 yeni hərf verilib. Birinci hərfimiz U hərfidir. U hərfi sözlərin ortasında A səsi kimi tələffüz olunur. Məsələn, sun, güneş. İkinci yeni hərfimiz R hərfidir. R hərfi R səsi kimi tələffüz olunur. Məsələn, run, qaçmaq. Uşaqlar, sizə bu 2 yeni hərfin əl yazısını təqdim edirəm. Exercise 1 on page 32. Birinci tapşırıq səhifə 32-də. Listen and chant. Dinlə və oxu. R plus an equal run. R üstəgəl an bərabərdir run. Yəni qaçmaq. Uşaqlar, gəlin birinci tapşırığın dinləmə mətninə qulaq asaq. Track 28. Word work. R, Un, run, R, un, run, R, un, run. Exercise 2. İkinci tapşırıq. Guess the words. Sözləri tapın. Uşaqlar, bu tapşırıqda boş buraxılmış hərflərin yerinə uyğun hərfləri tapıb yazacağıq. Məsələn, bizə nümunə söz verilib. Birinci sözümüz run, qaçmaq deməkdir. Burada R hərfi buraxılmışdır. İkinci sözümüz rabbit. Uşaqlar, rabbit dovşan deməkdir. Rabbit sözündə də R hərfi buraxılmışdır. Üçüncü sözümüz ruler sözüdür. Ruler xətkeş deməkdir. Bu sözdə də R hərfi buraxılmışdır. Dördüncü sözümüz read. Read oxumaq deməkdir. Bu sözdə də R hərfi buraxılmışdır. Exercise 3. Üçüncü tapşırıq. On page 33. 33-cü səhifədə. Say the words with the R and U sounds. R və U səsli sözləri seçin. Birinci sözümüz sun, güneş deməkdir. Sun sözündə U hərfi A səsi kimi səslənib, buna görə də birinci sözü seçirik. İkinci sözümüz stop sözüdür, dayan deməkdir. Bu sözdə R və U hərfləri yoxdur. Üçüncü sözümüz mad, çılğın deməkdir. Bu sözdə də R və U hərfləri yoxdur. Dördüncü, sonuncu sözümüz run, qaçmaq sözüdür. Run sözündə həm R, həm də U hərfləri var. Burada R hərfi R, U hərfi isə A səsi kimi səslənib. Bu səbəbdən biz bu sözü də seçirik. Exercise 4. Dördüncü tapşırıq. Say it. Söylə. The rabbit runs in the sun. Dovşan güneşdə qaçır. Run, rabbit, run. Qaç, dovşan, qaç. Uşaqlar, indi isə gəlin bu tapşırıqla bağlı dinləmə mətninə qulaq asaq. Track 29. The rabbit runs in the sun. Run, rabbit, run.